Əgər dində məcburiyyət yoxdursa, onda niyə bizə deyir ki, namaz qılmasaz cəhənnəmə gedərsiniz? Niyə bizə deyir oruç tutmasaz? Niyə bizə deyir adamı öldürsəz? Bunların hamısı sənin əməllərinin qaçılmaz nəticələridir. Sənə nəticəni aydınladır. Baxın, bunu oxşuyur. Mən deyirəm ki, mənim balam, dərs oxumayacaqsan, deyir ki, yox. Dərs oxumayacaqsansa universiteti unut. Ata, sənə qurban olum, dərs oxumuram. Niyə məni cəzalandırırsan, universitetdən məni məhrum eləyirsən? Diqqət edirsiniz. Bu necə absurd görsən hamınıza? Bir dənə uşaq gəlib desə ki, ay əmi, bildin də nə oldu? Mən dərs oxumuram deyə atam mənim universitetə getməyimi qadağan elədi. Əsəbləşdi, qadağan elədi. Əmi deyər ki, mənim balam, nə danışırsan sən? O, atanın qadağası deyil. Bunlar bir-birinə bağlı səbəb-nəticədir. Ata eləmir onu. Ata nəticədən sənə xəbər verdi. Deyir, axı mənə atam dedi ki, unut. Unut o mənada ki, sən dərs oxumasan, ali məktəbə qəbul ola bilməyəcəksən. Bu təbii nəticədir. Nəinki ata bunu eləyir. Allah Mütəal buyurur ki, namaz qılmasaz, oruç tutmasaz, bunu eləməsəz, və yaxud da başqa ictimai günahlar eləsəz, cəhənnəmə gedəcəksiniz. Sizə əzab gözləyir. Bu sizin etdiyiniz əməllərin təbii təzahürüdür. Axirətdə bunun təcəssümü belədir. Bu Allahın ədalətindən yaranan bir sistemdir. Nə yaxşı Allahın bu ədaləti var. Yəni, siz təsəvvür edirsiniz bir zalımı ki, ürəyi istədiyini eləyir. Biz deyirik ki, belə bir əməl sahibləri üçün təbii olaraq axirətdə bir məhrumiyyət və əməllərinə adekvat bir şey yaranmasın. Yəni, bir insan öz halal pulundan qazandığı o az pulunu aparıb birinə sədəqə verir. Sizcə bu, Allahın qoyduğu sistemdə dəyərə sahib olmasın? Yəni, qəza və qədər sistemində buna əvəz veriləcək bir şey olmasın. Allahın ədalətindən, rəhmətindən nəşət tapan o sistem var ya, qəza və qədər sistemi, ümumiyyətlə sistem. Bu sistemdə bu dəyərə sahib olmasın. Əlbəttə sahib olsun, yazıqdır. Elə deyilsə onda bu adamın elədiyi qaldı kölgədə. Bir cavan adam getdi canını ölkəsi üçün, dini üçün şəhid verdi. Bu adama əvəz verilməsin. Verilməsə onda elə ki, Allah tamam hakimiyyət eləmir aləmə. Onca da Allahın tamam hakimiyyəti, ədaləti və rəhmaniyyəti səbəbi olmalıdır ki, bax buna adekvat bir mükafat versin. Bax bu çörəyindən kəsib verənə, bütün günü dinə xidmət eləyənə, canından keçənə, insanlara yaxşı olana, düzdür? Necə bu zərurətdir? Bəs bu cəmaatın, insanların gözünü yaşlı qoyana əzab onun haqqı deyil. Əgər Allahın sistemində bu yer almasaydı, Allahın rəhmətindən, Allahın bu ədalətindən doğan bu şey yer almasaydı, bizim Allah'a sözümüz olmazdı. Bir insan istədiyini eləsin, istədiyi cür zülm eləsin və onun barəsində heç bir tədbir olmaz. Belə olardı, olmazdı. Yəni bu Allahın